Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in. Ve huve hayrun nasirin ve mu'in. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Salam əziz tələbələr, əziz möminlər, hər birinizi xoş gördük. Biz Nəhcül Bəlağədə bu yerə gəldik, çatdıq ki, Həzrəti Əmir əl-Möminin kəlamında ibarə buydu ki, təvhid bütün yaxşılıqların mənşəyidir. Yəni, ilah anlayışı ilə, mərifəti ilə yerinə yetirilən hər bir əməl məqbuldur, qəbuldur. Yəni, hər bir əməl Allahla uyğunlaşmalıdır. Təvhid inancı ilə, əqidəsi ilə hər bir əməl yerinə yetirilməlidir. Əks halda insanın əməlləri, insanın əqidəsi, insanın davranışları puçdur, heç bir səmərəsi, heç bir faydası insan üçün yoxdur. Ona görə dinin görürsüz təməl prinsipi nədir? La ilahə illallah. Yoxdur ondan başqa ilah, məbud, yəni ibadətə layiq olan. Sən gərək ondan başqa hamısını, o tapındığın, sığındığın, o ilahları, o balaca ilahları inkar eləyəsən ki, mütləq varlığa, ilaha tapınmış olasan. Nə qədər ki, inkar eləməmsən, kənara atmamsan, həqiqi ilaha bütün varlığınla tapınmış olmayacaqsan. Ona görə nədir? Əvvəli lə, inkar. Yoxdur, inkar elə. Denən yoxdur məbud Allahdan başqa. O ibadətə layiqdir, o pərəstişə layiqdir. Ona görə bütün əməllər təvhid prinsipi ilə qəbul dərəcəsinə yetir. Əgər Allah üçün. Bütün əməllərimizdə niyyət nə olmalıdır? Qurbətən ilallah. Lillah olsa Allah üçün. Xoş halımıza. Əməl, rəftar, həyat, ömür, qəbul. Amma illallah olsa, Allahdan başqası üçün olsa, o əməllər zaydır, hədərdir. Heç bir təsiri, nəticəsi yoxdur. Ona görə görürsünüz, bütün əməllərimizdə, namazlarımızda, digər fərdi, ictimai əməllərimizdə nə deyirik? Qurbətən ilallah. Filan əməl eləyirəm qurbət qəsdi ilə. Yəni, qurbətən ilallah ona yaxınlaşmaq üçün. Qurb məqamına çatmaq üçün, ona yaxınlaşmaq üçün. Və əxlaqi məsələlərə də gəlincə, bütün əxlaqi fəzilətlər, əxlaqi əməllər, fəzilətlər təvhiddən nəşət tapmalıdır. Yəni, hər bir əməlimizdə Allah rəngi olmalıdır. Hər bir əməlimizdən Allah sədası gəlməlidir. Yəni, hər bir əməlimizin özü Allahla birgə olmalıdır. Əməl Allah üçün yerinə yetirilməlidir. Yəni, şirkdən o əməl amanda qalmalıdır. Yəni, belə olmuyor ki, insan riya qəsdi ilə hər hansısa bir əməl eləyir. Özünü göstərmək, öz səxavətini, öz pulunu, öz varını, özünü reklama eləmək üçün nə isə eləsin. Buna deyərlər din terminologiyası ilə şirk, yəni şərik qərar vermək. Şərik qərar vermək. Şərik qərar vermək də gətirir insanı artıq müşrik eləyir. İnsan artıq öz həyatında
belə deyim də, özü üçün ilahlar qərar verir, özü üçün. Baxın, əziz möminlər, paxıllar, xəsislər, dünyaya həris olanlar, təkəbbürlülər, bunların hər biri əgər dəqiq analiz eləyə bilsək, bunların hər biri şirkə aludə olmağı göstərir. Şirkə aludə olmağı göstərir. Məsələn, riyakar şəxslər də bayaq qeyd elədim, şirkə aludə olub, ona görə riya eləyir. Onun düşüncəsində, əməllərində Allah üçün yerinə yetirmədiyinə görə, Allahla bölüşmədiyinə görə artıq insanları özünə Rəbb olaraq qərar verib, onların razılığını onların onu mədh eləməsi üçün, tərif eləməsi üçün hər hansısa əməli yerinə yetirir. Amma təvhid-i əfalini qəlbinin dərinliklərində qəbul edən hər bir mömin, hər bir şəxs izzətin, şərəfin, ruzinin, həyatın, qələbənin, uğurun, hər bir şeyin pik nöqtəsindədir. Onun bir dənə qazancı var, o da Allahdır. Yəni, o Allahı qazanmaqla, Allah rızayətini əldə eləməklə bütün izzəti, qüdrəti, bütün həyatın gözəlliklərini öz həyatında formalaşdırmış olur, öz həyatına daxil eləyir. Çünki belədir də, insan Allahla müamilə eləyəndə, Allahla bütün əməllərini bölüşdükdə Allah ən gözəl əvəz verir. Çünki Allahdan daha yaxşı əvəz verə biləcək kəs yoxdur. Və təvhid anlayışı məsum imamların dili ilə, məsum imamların baxışı ilə insan həyatının ən ciddi və aktual məsələsidir. Yəni, tək düşüncədə yox, insanın əməllərində, insanın zehniyyətində təvhid insanın həyatında görsənməlidir. Ki, bu insan həqiqətən o tapındığı Rəblə həyatını uyğunlaşdırır. Həyatını onun istədiyi kimi formalaşdırır. Baxın, buradan məsum imamların cümlələrində qeyd elədikləri kimi buyururlar ki, təvhid insan imanının əsas təməlidir, bütün yaxşılıqların mənşəyidir, Allahın razılığına, şeytanın isə uzaqlaşmasına, qovulmasına səbəb bilirlər ki, əgər insan həqiqi təvhidə, o Rəbbə sıxınmış olsa, artıq imanın əsas təməlini qoyub. İmanın əsas təməli təvhid prinsipi ilə olmalıdır. Təvhid inancı ilə olmalıdır. Və belə olduğu halda bütün yaxşılıqların mənşəyinə çatmış olur insan. Çünki bütün yaxşılıqların mənbəyi Allahdır. İnsana yetişəcək bütün xeyirlərin, yaxşılıqların özü Allahdır. Və artıq insan Allahın razılığı ilə öz həyatını tənzimləyir və bir mənada belə bir əqidəyə, belə bir inanca sahib olan insan şeytanın vəsvəsələrindən də bir mənada amanda qalır. Artıq özü üçün bir güc, qüdrət əldə eləmiş olur. Və o güc, o qüdrət həmən təvhiddir ki, onun həyatında nur saçır. Onun həyatında, onun o enişli, yoxuşlu yollarda insana o iman, o tapındığı ilah ona kömək etmiş olur. Və
əgər tövhid günəşi insan cisminə və ruhuna və cəmiyyətə bu nur saçsa, hər bir şey tövhid işığında aydınlaşacaq. Hər bir şey tövhid işığı ilə belə deyim, həyat tapacaq. Gözəllik olacaq. Yəni hər bir şey tamam fərqli bir şəkil alacaq. Fərqli bir mühit, bir vəziyyət yaranacaq. İnsanlar bir-birinə qarşılıqsız məhəbbət, sevgi, mərhəmət göstərəcək. İnsanlar bir-birinə yana biləcək. İnsanlar bir-birini sevə biləcək. Öz digərinin dərdini, problemini, öz problemi, öz dərdi biləcək. Bu, həmən o tövhid inancına sahib olanların əqidəsinin, imanının bir göstəricisidir. Və Əmir əl-Möminin, qurban olum ruhuna, onun vücudu tövhid ruhudur. Yəni o elə bir imana, elə bir təqvaya sahibdir ki, elə bir bəndəçiliyə sahibdir ki, Həzrəti Əmir əl-Möminin varlığından tövhid nuru saçır cəmiyyətə. Və Əmir əl-Möminin Nəhcül Bəlağədə öz bu əsərində elə insanları hey tövhidə öz xütbələrində dəfələrlə dəvət eləyir, sifariş eləyir. Allahın yeganəliyinə şəhadəti təkrar etməsinə bu göstərir ki, nə qədər Əmir əl-Möminin Allahın yeganəliyinə şəhadət gətirir. Və bütün ardıcıllarına, onu sevənlərə tövhid dərsi verir Əmir əl-Möminin ki, ilk öncə həyatınızda sizin ciddi məsələniz tövhid məsələsidir ki, Allahın yeganəliyinə hər cəhətdən iman gətirməlisiniz. Və Əmir əl-Möminin həyatında həqiqi tövhidin parlaması, Həzrəti Əmir əl-Möminin başqalarını bu böyük həqiqətə, tövhidə dəvət etməzdən öncə özü onun tam və ciddi simvolunu belə deyim də, özündə, öz varlığında təcəlli etdirib. Yəni, Əli əleyhissalam elə bir Allaha bəndə olub ki, onun varlığı həmişə Allahı xatırladıb insanlara. Və bütün ömrü boyunca bir an belə Həzrəti Əmir əl-Möminin bütə sitayiş eləməyib. Əli əleyhissalam əvvəlindən Allah pərəst olub, tövhid pərəst olub. Atdığı hər bir addımı Allah üçün, etdiyi hər bir hərəkət onun razılığını əldə etmək üçün olub. Yəni, Əmir əl-Möminin ömrünü, anlarını, həyatını Allahla bölüşüb. Allah razılığını əldə etmək üçün yaşayıb. Ömrünün əvvəlindən Peyğəmbərin ömrünün sonuna dək hər yerdə onun qulluğunda olmuş və bütün vücudu ilə onun üçün tərəddüd eləmədən, yorulmadan çalışıbdır. Allahın dini üçün, Allahın Peyğəmbəri üçün, Quran-ı Kərim üçün, insanlığın saadətə çatması üçün yorulmadan bütün bu əziyyətləri, məşəqqətləri öz canına alıb, xidmət edib. Və Həzrəti Əmir əl-Möminin Əmir ibn Əbdəbətlə döyüşü ki məşhurdur. Deyir, Əmir ibn Əbdəbət yerə düşmüşdü. Deyir, Həzrəti Əli əleyhissalam istəyirdi ki, bir dəfəlik Əmir ibn Əbdəbədi cəhənnəmə vasil eləsin.
onun işini bitirsin. Və İslam qoşunu da təəccüblə Həzrəti Əli əleyhissalama baxır. Onu müşahidə edirlər. Gördülər ki, İmam Əli əleyhissalam belə bir həssas anda əlini saxlayır. Hətta bəzi tarixdə gətirirlər ki, Əli əleyhissalam biraz gəzir. Yəni nə mənada bir neçə addım gedir qabağa, gəlir, qayıdır. Sonra geri dönüb Əmr ibn Əbdəvədin işini bitirir. Yəni başını onun bədənindən ayırır, cəhənnəmə vasil edir. Deyir, bu işinin səbəbini Həzrəti Əli əleyhissalamdan soruşanda, əziz Peyğəmbərimiz və orada olan o döyüşçülər bunun səbəbini soruşanda Əli əleyhissalam buyurur ki, o anamı söydü. O məni təhqir elədi. Ağız suyunu atdı üzümə. Ağzının suyunu üzümə atdı. Mən qorxdum ki, əgər son zərbəni ona endirsəm, nəfsimin istəyi ilə olacaq. Yəni, əgər bu qəzəbli halda ki, mənə söyüb və ağız suyunu üzümə atıb, belə bir halda onun boynuna zərbə vursam, bu Allah üçün olmayacaq. Deyir, mən qorxdum ki, qəzəbimə görə onu cəhənnəmə vasil edeyim. Deyir, səbr elədim. Gözlədim, qəzəbimi uddum və nəfsimin istədiyinin əleyhinə oldum. Nəfsimin istədiyindən əl çəkdim və hirsimi soydurdum, qəzəbimi soydurdum. Sonra onu Allaha görə, ixlasla onu Allah üçün cəhənnəmə vasil elədim. Və bu, Həzrəti Əlinin, mən indi bir əhvalatı deyirəm də, olduqca çoxdur. Əli əleyhissalamın bu ixlaslı tövhid inancına sahib olmasıdır ki, nə qədər Əli əleyhissalam öz həyatında Allahla müamil eləyir. Bütün işlərində Allah rəngi var. Bütün işləri Allah üçündür. Bütün işləri. Alıb verdiyi nəfəsdir. Bəli. Deyir, Əli əleyhissalamı ətrafındakı bəzi insanlar onu şirkə dartmaq istəyəndə hakimiyyətini möhkəmlətmək üçün müsəlmanların Beytülmalında ayrı seçilik etməsini, görkəmli insanları, qəbilə başçılarını Beytülmalla doyurmasını təklif etdikdə Həzrət Əli əleyhissalam buyurdu. O ki, hərə özünə çəkmək istəyirdi Əli əleyhissalamı, Beytülmaldan istifadə eləsinlər. Deyir, Həzrət Əli əleyhissalam buyurdu. Məndən istəyirsiniz ki, öz qələbəm üçün rəhbəri olduğum insanlara zülmdən kömək alım. And olsun Allaha, nə qədər ki sağam, nə qədər ki gecə və gündüz bir-birini əvəz edir, nə qədər ki səmada ulduzlar bir-birinin ardınca sönüb yenisi ilə əvəz olur, bu işi görməyəcəyim. Yəni, necə ki bu aləmdə mümkünsüz bir şeydir gecə ilə gündüzün bir-birini əvəz eləməsi, bu hadisələrin baş verməsi. Yəni, siz Əlidən belə bir şey görə bilməzsiniz. Ona görə namaza dayandıqda o qədər Həzrəti Əmir-əl-Müminin Əli əleyhissalam Allahın camal və cəlal sifətlərinə qərq olurdu ki, ondan başqasını görmürdü. Bir gün bir nəfər gəlir Həzrəti Əli əleyhissalamın qapısını döyür. Həzrəti Zəhra qapını açır. Salamun əleyhə. Deyir ki, Zəhracan, Əli Kufə məscidində ölüb. Həzrəti Zəhra təbəssüm eləyir. Deyir, işiniz olmasın. O Əlinin gündəlik Allahla olan bəndəçilik halıdır. Əli Allaha belə bir ibadət edirdi. Əlinin Allaha olan imanı o qədər şiddətli idi ki,
Əli Allahda qərq olmuşdu. Əli Allahın huzurunda səcdiyə gedəndə ruhu bədənindən xaric olurdu. Ondan başqasını düşünmürdü Həzrət Əmir əl-Möminin. Ancaq və ancaq Allah və onun razılığını düşünürdü. Bir məşhur hədisdə deyilir, Uhud döyüşündə mübarək ayağına batmış oxu adi halda çıxarmaq çətin idi. Eləyə bilmirdilər. Peyğəmbər oxun Həzrətin ayağından namaz qılarkən çıxarılmasını əmr edir. Peyğəmbər deyir ki, Həzrət Əmir əl-Möminin ayağına daxil olan o oxu namaz halında çıxararsınız. Deyir, belə də edirlər. Peyğəmbərin əmrinə tabi olurlar. Deyir, namazını bitirdikdən sonra deyir, mən namaz qılarkən oxun çıxarılmasını hiss etmədim. Həzrət Əli Əleyhisselam deyir ki, mən namaz qılarkən ayağımdan çıxarılan o oxun ağrı acısını hiss eləmədim. Əmir əl-Möminin həyatında bu kimi təvhid təcəllası olduqca çoxdur. Yəni, Həzrət Əli Əleyhisselamın həyatı, ömrü təvhiddir. Əgər Həzrət Əlinin həyatını vərəqləsək, Allahdan başqa heç nə tapmayacağıq. Büsbütün Mevla Əmir əl-Möminin həyatı, ömrü Allahdır. Ona görə Peyğəmbər buyurur, zikru Aliyyün ibadə, Əlini zikr eləmək ibadətdir. Çünki Əlinin həyatı, ömrü vərəqlənsə, insan Allahı sevəcək, Allaha itaat edəcək, Allah seviləcək. Ona görə bu qədər Peyğəmbər Əli Əleyhisselamı bizə tapşırır. Bugünkü dərsimiz bu qədər əziz tələbələr. Növbəti dərsdə görüşmək ümidi ilə. Sağ olun, Allaha əmanət olun.